Salam hörmətli izləyicilərimiz. Satışda olan avtomobilimiz Kia Sportage avtomobilidir. Premium versiyadır. Full versiya 2015-ci ildir. Mühərrik sadə 2 litrlik dizel mühərrik. Sürətlər qutusu sadə avtomat sürətlər qutusu, yəni robot variator deyil. Yürüşü 245.000 kilometr. Avtomobil ön çəkəndir. Qeyd etmək istəyirəm ki, avtomobilin sahibi telefonda barter və son qiymət kimi söhbətlərin edilməməsini xahiş edib. Avtomobilin bütün funksiyaları var. Videoda funksiyalar sizə nümayiş olunur. Dəri oturacaqlardır. Oturacaqlar elektron tənzimlənən VIN-koda baxa bilərsiniz. Qapıda açarsız daxil olması, sükanın qızdırılması, start-stoplu mühərrikin işə salınması, multisükandır. Sükanda cruise kontrol və multimedianın idarə olunması var. Bütün oturacaqların qızdırıcısı var. Qabaq oturacaqların həmçinin soyuducusu da mövcuddur. Avtomobildə 2 zonalı klimat kontrol kondisioneri, monitoru, arxa kamerası, video registratoru həm önü, həm arxanı çəkir. Tam tavanı şüşə panoramik tavandır. Avtomobil ideal vəziyyətdədir. VIN kodu Google'da axtarış edib tapa bilərsiniz. Tapa bilməyənlər üçün əlaqə nömrəsi qeyd edəcəyik. Daha ətraflı məlumatlar üçün əlaqə saxlaya bilərsiniz. Digər Sportage'lərdən əsas fərqləndirici cəhətlərdən arxa və ön parktronikləridir. Supervision markalı sürətlər paneli, speedometrin fərqli dizaynda olması və həmçinin mini rəngli monitorlu bord kompüterin olmasıdır. Təkərləri təzədir, gördüyünüz kimi. Tam full opsiya paket olduğu üçün əlavə ətraflı məlumat, yəni bundan artıq hər şey var avtomobildə. Bundan artıq deyiləsi nə istəyirsinizsə, avtomobilin sahibi ilə əlaqə saxlayaraq məlumat ala bilərsiniz. Maşının qiyməti 25.300 manatdır. Əlaqə nömrəsi 050 752 06 08. Daha ətraflı məlumat əldə etmək istəyənlər qeyd etdiyim nömrə ilə əlaqə saxlamağınız xahiş olunur. Qapının, bagajın, kapotun, krılolun bolt qaykaları zavoddur. Açılmayıb, toxunulmayıb. Əziyi, vuruğu, udarı, deformasiyası avtomobilin qətiyyən yoxdur. Sürətlər qutusu, sükanı, tormozları və turbosu da əla vəziyyətdədir. Kosmetikasında da heç bir şey yoxdur. Daha ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur.